Salam əziz şagirdlər. Bugün OTK-nın siniflər arası keçirdiyi buraxılış imtahanlarına, yəni daha doğrusu sınaq imtahanlarına baxacağıq. 7-ci sinifin izahı var kanalımızda. İndi isə 6-cı sinifin izahlarına baxaq. Deməli, birinci sual 21-dən başlayır. Ədədə özünün 15%-ni əlavə etdikdə 23 alınır. Bu ədədi tapın. Deməli, ədədin özünü götürək biz. X 15%-də 0,5x olsun. Beraber imiş 23'e. Onda 1 tam %15x beraberdir 23'e. X'i tapmaq üçün 23'ü bölsək əmsala, yəni 1 tam %15'e cavab eləyəcək 20. Deməli, ədədin özü 20 imiş və 15%-i də 3 idi. 20 ilə 3'ü toplayanda 23 eləyirdi. Yəni cavab olacaq A variantı. 22. ABC beraber yanlı üçbucağında B'in oturacağa çəkilmiş hündürlüktür. Yəni buradan bir 90 dərəcə var. B'in 5'tir. 5'tir. Perimetr ABM 9'dur. 19'dur daha doğrusu. Deməli yadımızda qalsın. Bura beraber yanlıdırsa, bura x'dırsa, burada x'dir. Və burada bir A deyək. Bunda bilirsiniz ki, beraber yanlı üçbucaqda təpədən çəkilən hündürlükdür. Medianda tənbüləndə üst-üstə düşür. Yəni biz həm də bunu median olaraq da düşünə bilərik. Onda burada beraber olar. ABM 19 olarsa ABC üçbucağını tapın. Deməli 22. Şəklin bir daha burada da təsvir edim. Aha. İndi gəlin bura deyək. X. Bu da yarıya bölünübsə, burada bir B deyək. Burada bir B deyək. Bu da hündürlüktür 5. A, B, C, burada M'dir. Şimdi qulaq bak burada bir üçbucaq var ya. Bunun perimetri X üstə gəl B üstə gəl 5'e bərabərdir. O da bərabərdir 19 cm verilib. Onda X ilə 5'in cəmi 14 cm-dir, elə deyilmi? Yəni bu parça ilə bu parçanın uzunluğu 14'dür. Eyni zamanda bu bərabər yanlıdsa burayla, buna bakın sildik. Onda burayla arada belə olur. Aha, burayla buranın da cəmi 14'dür. Onda bizdən obşi üçbucaq, yəni obşi ABC'nin uzunluğu 14. Digər yarısı da eyni olacaq. Bu da 14. Cavab eləyir 28 cm. Yəni Y variantı. Sonra 23-cü sual bizə deyir ki 23. N'in neçə cüt natural qiymətində bu bərabərsizlik doğrudur? Gəlin baxaq. Bu 2-də 1-dir, bu 16-dadır. Bunu da 8'e vursaq, bu da 16'da olsun da. Niyə 2 də qalır ki? 16'da 8 kiçikdir. Bərabər yox idi altında. Aha, kiçikdir 16'da N, kiçikdir 1. 1'i də 16'da 16 kimi yaza bilərik də, düzdürmü? Aha, onda N neçə ola bilər? 8'i keçir, yəni altında bərabər yoxdur. Ola bilər 10, 12, 14 və nəhayət 14. 1, 2, 3, 4 qiymətində doğru olacaq. Cavab oldu B variantı. Bunu da səlgələyək. Burada oldu E variantı. Burada A olmuşdu. Keçək 24'də. 24 tənasüblərə aid sualdır. Bizə deyir ki, bu şəkildə olan tənasübü həll edin. Tənasübün əsas xassəsi ortaq vuruqların, ortadakilərin hasili kənardakilərin hasilinə bərabər idi. Onu da belə vurub açaq. 3 vurulsun 2, x çıxılsın 3 bərabərdir 2 vurulsun 4x plus 1. Bunun 3'ü içəridəki 2 həddə də vururam. Eyni zamanda 2'ni də. 3 2x'ın 6x, 3 çıx 3 9, 2'ni 4x'ə vuranda 8x, üstə gəl 2. Deməli belə, ədədi keçirdək bu yana, daha doğrusu dəyişəni keçirdək bu yana, olacaq 8x çıx 6x bərabərdir, mənfi 9, bu 2 də 10 yanında mənfi gedir, bərabərlikdə yerini dəyişəndə işarəsini dəyişir. 2x bərabərdir mənfi 11, hər tərəfi də 2'yə bölsəm, mənfi 5 tam 10'da 5. Cavab oldu A variantı. Gəldik 25'ə. Şəkildəkilərdən istifadə edərək B bucağının qiymətini tapın. Görürük ki, bir dənə bizə 3 bucaq verib və bunların hər biri daxili bucaqdır. Daxili bucaqların cəmi də 180 dərəcədir. Tamamlayaq 180'ə. 3x üstə gəl 13. Üstə gəl 9x çıx 2.
üstə gəl 3x çıx 11 bərabər olmalı 180-ə. 180-ə. Buradan ortaq dəyişən olaraq x-ları eyni toplayaq. Hərflərdə bir, rəqəmlərdə bir toplayaraq. 3x, 9x, 12, bir dənə də 3x, 15x. Gəldik ədədlərə. 13, 11 ilə 2-ni çıxanda da o da 13 eləyir, mənfi 13. O da bir-birlərini əslində apardılar. Ədəd qalmır, yəni elə 15x bərabərdir 180-ə. 15-də 180-ə böləndə x bərabərdir 12. Aha, bizdən amma x istəmir. Bizdən b bucağını istəyir. B bucağı da 9 vur 12 çıx 2 deməkdir. 9'a 12 vuranda 108. İkisini də çıxanda 106 dərəcə olacaq. Cavab oldu C variantı. 26-cı sualımız. Şəkildəki kuboidin tam sahəsinin ədədi qiyməti olan bütün tillərin uzunluqları cəminin ədədi qiymətindən 10 vahid böyükdür. Deməli, tam səthinin sahəsi neçəyə bərabərdir? 6 üzü var. Deməli, 6a-nın kvadratıdır. Kuboidin tam səthinin sahəsi 3-3-dirsə ədədi qiyməti onun bütün tillərin uzunluqları cəmindən 10 vahid çoxdur. Hə, yox, bunun biz kuboid deyir, kub demir. Yəni, paralelipedini bilirsiniz ki, təzə adı kuboid olub da. Ona görə bizə tapaq tam sahəsini. Tam sahəsi 2 üzü var. Bir üzü deməli. Buranın uzunluğu da 3'dür. Burada 3'dür. Burada 3'dür. Amma bura x''dır. Bura x'dir. Burada 3'dür. Onda bu bizə görünən üzü biri 3x'dir. Burada 3x'dir. Arxası da. Yəni ikisi 3 üçün 9. 9, 9. Yuxarıda 9'dur. 18. Digər 4 dənəsi isə 3 vur x-a bərabərdir. Yəni 4 vurulsun 3 vurulsun x-a bərabərdir. O da eləyir 12 üstə gəlinsin. 12 qız üstə gəlinsin 18'ə bərabərdir. Bütün tillərin uzunluğu isə deməli 4 dənə x-lıq til var. 4 tilimiz 4x'-dır. Qalan 8 tili isə 3 santimetrlik tillərdir. Bu da 24 santimetr eləyir. Bütün tillərin bu sahəsidir. Tam sahəsidir. Bir dənə də bizə deyir ki, bütün tillərin uzunluqları cəmi də 24 üstə gəl 4x'-dır. Bu da bütün tillərin uzunluqları cəmidir. İndi bizə deyir ki, bu sahənin qiyməti uzunluqlar cəmindən 10 vahid çoxdur. Yəni 12x üstə gəl 18-dən bütün tillərin uzunluqları cəmindən bərabərdir 24 üstə gəl 4x 10 cm çoxdur deyə üstünə 10 gəlirik. Aha, indi bunu bu tərəfə keçirdək. Olacaq 12x. 12x çıxılsın 4x bərabərdir. 24 ilə 10'u toplayanda 34. 34 çıxılsın 18. 8x bərabərdir 16. Şərti biraz çətin başa düşdüm. Hə. X bərabərdir 2 santimetrə. Maraqlı sualıymış. Yəni bizim o bilinməyən tilimiz 2 santimetrlik bir tildir. Cavab oldu A variantı. 27. Modulu 3'dən böyük olmayan neçə ədədi var? Yəni belə desək, modul x kiçikdir 3. Böyük olmayan dediyinə görə 3'ün özü də sayılır. Onda x ola bilər -3, -2, -1. Bir də müsbət 1, 2, 3. 0 da ortada yerləşdiyinə görə 0. Neçədən tam ədəd var? 7 dənə tam ədəd var. Cavab oldu C variantı. 28. AB parçasını 2 vahid aşağı, 3 vahid sola sürüşdürürüklə alınan parçanın uc nöqtələrini qeyd edin. İndi gəlin baxaq. 28. A özü indi hardadır? A özü 2 müsbət 1-dədir. 2 müsbət 1-dədir. B özü hardadır? 3 3-dədir. Bizə deyir 2 vahid aşağı, yəni 3 vahid sola. X-imiz 3 vahid kiçiləcək. Olacaq x çıx 3. Y-imiz də y çıx 2 olacaq. Yəni 2 vahid aşağı düşəcək. Gəlin indi baxaq. A ştrix keçir. Nədir? X 3 vahid sola gedir. Yəni -1-ə. Y-i də 2 vahid aşağı. 1-dən də 2'sini çıxanda -1-ə düşür bu da. B ştriximiz isə yenə x-imiz 3 vahid sola 0'a düşəcək. Y-imiz 2 vahid sola aşağı 1'ə düşəcək.
Deməli, mənfi 1, 1, 0, 1. Cavab oldu D variantı. 29. 30% 45 olan ədəd neçədir? 29. Deməli, 30% 45-dir. 100%imiz x-dir. Faizinə görə ədədin tapılması. X-i tapmaq üçün deməli 45-i 100-ə vurub 30-a böləcəyik. 15'e bölsəm 2 dəfə, 15'e 3 dəfə, bu 2 də 100-dən getsə 50 dəfə, 3 150, 150 olacaq. Cavab oldu D variantı. 30-cu sual. Bu ədədlərdən neçəsi 3x çıxı 2 kiçikdir, böyükdür, -8 bərabərliyin həllidir. Gəlin bərabərsizliyimizi birinci həll eləyək. 3x çıx 2 böyük bərabərdir -8-dən. 3x böyükdür. -2 keçsə bu yana yerin dəyişdiyinə görə +2 olacaq. -8 ilə +2'ni toplayanda 3x böyük bərabərdir -6. X da böyük bərabərdir. Hər tərəfi 3'ə bölsəm müsbət olduğuna görə istiqamət dəyişmir. Olacaq -2. Deməli bizə necə qiymətlər lazımdır? -2-dən böyük qiymətlər. Gəlin baxaq bunların hansı o şərti ödəyir. Deməli -2-dən böyükdürmü? 4 xeyir, -3 böyük deyil, -2 altında xət var olar, -1 olar. Buradan o tərəfə 3'ü də böyükdür deyə sayılacaq. 3 cəmi 5 qiymət ödəyir. 31. 3 müxtəlif sadə ədədin hasilinin neçə natural böləni var? Gəlin baxaq. Bir A ədədi fikirləşək. Deyir ki 3 dənə müxtəlif sadə ədəd. Yəni bunlar eyni deyil. Yazıram birinə A, birinə B, birinə də C. İndi bunun sadə bölənləri bu şəkildə olacaq da hərəsindən bir dənə. Natural bölənləri tapanda nə edirdik? Hər bir sadə böləndən neçə dənədirsə üstünə 1 gəlirdik. Onda bunun üstünə 1 gələndə 2, üstünə 1 gələndə 2, üstünə 1 gələndə 2, 2, 2, 4, 8 dənə böləni var. 32-ci sual. A üstəgəl 13, asandır bu sual, bərabərdir -13'ə. Bu 13 yerin dəyişir, keçir o yana mənfi olacaq. A bərabərdir -13, çıx 13, o da -26. Cavab olur B variantı. 33. ABC düzbucaqlısı DYFK bu kvadratdır. Bura y-dirsə, burada y-dir, burada y-dir, burada y-dir. Bura x-sə, burada x-dir və bu düzbucaqlıdır. Aşağıdakı ifadələrin hansı BCD'nin, yəni buranın sahəsini tapmaq üçün kifayət edir? Deməli, gəlin baxaq. Bizdən bu üçbucaq sahəsi soruşulur. Bunu belə iştiqləyək, rəhləyək. Biz bilirik ki, düzbucaqlının bütün bucaqları 90 dərəcədir. Onda C'yə 90 dərəcə deyə bilərik. Biz bu CD'ni tapsaq, bilirsiniz ki, düzbucaqlı üçbucağın sahəsini nətər tapırdıq? Bu hissəni, yəni A'nı tutaq ki, vururduq B'yə. Düzbucağın yarısı da axı, ona görə bölürdük 2'yə. İndi mənə lazımdır bu C'dən D'yə qədər olan bu hissəni və bu hissəni dəyərləndirmək. İndi fikirləşin ki, bütöv düzbucaqlının burası 6'dır. Burada bir kvadrat var, burası y''dir. Onda buradan bura qədər məsafə 6 çıx y olmazmı? Düzümü? Cəmi 6 verməlidir. Buranı da bilirəm ki, x santimetrdir. Onda biz bu düzbucaqlını tapmaq üçün bunların enini uzunluğuna vuraq. Yəni x-i vuraq 6 çıx y-ə. Sonra axı 3 bucaqdır, bölək 2'yə. Ona uyğun da ifadəmiz C variantında verilib. Cavab oldu C. 34. İfadənin sadələşdirilməsinə aid bir sualdır. Deməli, nə edək? Kənardakı bu 3'ü mötərizə içindəki hər birinə vururam. Yazıram belə. 6A çıxılsın 3B, çıxılsın 3, çıxılsın bu 4'ü vururam buna. 4 2A 8A. Bu mənfidir, içəridə mənfidir deyə burada diqqətli olun, üstəgəl 12B olacaq. Aha. İndi oxşar hədləri islah edək. A'ları 1 toplayaq, B'ləri 1 toplayaq. Ədəddə bir dənə də olsun. Bərabərdir. 6A'dan 8A'sını çıxanda verəcək -2A. 3B ilə 12B'ni də toplayanda verəcək 9B. Çıx 3'də olduğu kimi qalır. Cavabımız olacaq. A variantını elə 2A'nın qabaqda görən kimi A'nı işarələyəcəkdim. Burada yerləri dəyişir. İşarələrdə diqqətli olun. Cavab D variantıdır. Baxmayaraq ki, işarə dəyişilib, daha doğrusu yeri dəyişəndə işarə dəyişmir də onsuz da.
çıx 3. Bu cavabla bu cavab eynidir. Yəni cavab D variantıdır. 35. Atanın 48, uşaqların isə 10 və 11 yaşı var. Neçə ildən sonra uşaqların yaşları cəmi atanın yaşından 2 dəfə az olar. Deməli, ata hal-hazırda 48 yaşındadır. 48. Bu 1 yazıram, yəni uşaq 1, 10, uşaq 2, 11. Bunların cəmi 21 yaşı var. İndi neçə ildən sonra deyir. Deməli, üzərinə gələcək. Bunun üstünə x gələk. Burada 2-dən uşağın yaşından söhbət gedir deyə 1x yazmayacaq. Artıq bura 2x yazacaq. Axı bilirik, biri artanda digəri yerində qalmır ki, o da artır. Sonra nisbətini 2-yə bərabər edirik. Yazırıq belə, x də gəl 48 bərabərdir. Uşaqların yaşından 2 dəfə çox olmalıdır. 2 vurulsun 2 vurulsun 21, üstə gəl 2x. X də gəl 48 bərabərdir 42. Üstə gəl 4x. Bunu bu yana keçirdək 3x. 48-dən də 42-yə çıxanda 6. 3x bərabərdir 6. X də bərabərdir 2. Həqiqətən 2 il sonra uşaqların yaşından 2 qat çox olacaq. Aha, 36-cı sual deyir ki, bu ədədin tərsi ilə bu ədədin cəmini tapın. Gəlin baxaq. 1,18-də 3-ün tərsini tapmaq üçün birinci bunu düzgün olmayan kəsrə çevirək. Eləyir 18-də 21. İxtisar eləsək daha rahat olar bizə. 3'ə böləndə 6, 3'ə böləndə 7. Ədədin özü 6-da 7-dir. Tərsi də 7-də 6 olacaq. Və deyir, bu ədədlər cəmi plus 1,7-də 5. Olur 1,7-də 11. Bunu da 1 tamını buna verək. 2,7-də 4. Cavab oldu D variantı. Gəldi 37. 3 dənə sualımız qaldı deyəsən. Aha, 4 dənə. Sxemə əsasən A, B və C işarələrini müəyyən edin. 37. 12-də 7 və 23-də 18. Bunun ən rahat yolu ortaq məxrəcə gətirməkdən də rahat çarpaz vurmaqdır. 23-ü 7-yə vuraq. 12-ni də 18-ə vuraq. 180, 36 da gələndə 216 bura eləyir. 23, 140, 161 də bura eləyir. Deməli, bu tərəf daha böyükdür. Birinci işarə olacaq belə. 8-də 1 ilə 25-də 3. 1, 25'in 25, 3, 8'in 24. Burada daha büyüktür. Deməli, burada olacaq bu. Aha. Burada rahatdır artıq. 13'də 7 və 39'da 26. Bunun hər tərəfini 3'ə vursam, onsuz da 39'a çatır. O da eləyir 21 böyükdür 26. Təbii ki, burada da bu böyükdür. Deməli, kiçikdir, böyükdür. Bu da belə. Hansı variantda var? Cavab olur C variantı. 38. AB məsafəsinin 2'də 1 hissəsini tapın. Deməli, modul AB məsafəni bilirik ki, modulda göstəririk. 1 çıxılsın -7, yəni 8 cm. Bizə də deyir 2'də 1'ini, yəni yarısını 8'də 2'də 1'ə vuranda 4 cm edəcək. Cavab oldu B variantı. 39. Hasili 1080 ən kiçik ortaq bölünənin 180'ə bərabər olan 2 ədədin ən böyük ortaq bölənini tapın. Biz bilirik ki, 2 ədədin əbobu ilə əkobunu bir-birinə vuranda A vur B elə həmin ədədlərin hasili verilir. İndi deyir ki, ən kiçik 180 vurulsun. Əboba da bir x deyək. 180 x bərabərdir. Hasil də 1080'dir. Bunu tapmaq üçün 1080'də 180'ə böləndə 6 dəfə düşəcək. Yəni əbobumuz 6'ya bərabər imiş. Cavab oldu D variantı. 40-cı və nəhayət son sual. İlk 100 natural ədədin içində həm müəyyən ədədin kvadratına, həm də kubuna bərabərdir. Aha, bizə lazımdır ki, elə bir ədəd götürək ki, bu həm nəyinsə kvadratı olsun, həm də kubu olsun. Deməli, 1'dir ki, 1 həm 1'in kvadratıdır, həm də kubudur. 4 2'nin kvadratıdır, amma heç nəyin kubu deyil. 8
heç nəyin kubu değil, daha doğrusu kvadratı değil. Hem müəyyən ədədin kvadratına, hem de kubuna bərabərdir. Sonra bir də belə bir ədəd 64 olacaq. 64 4'ün kubudur. 8'in isə kvadratıdır. Başqa belə bir ədəd varmı? Fikirləşək. 5'in kubu 25'dir. İlk 100 ədədin içindədir, amma bunu da düşünün. 1'dən 64'dür. Başqa da yoxdur. 4'ün kvadratı 16'dır. 36 6'nın kvadratıdır. Heç nəyin kubu deyil. 49. Ha, bir də 81'dir. 81 həm 9'un kvadratıdır, həm də 3'ün kubudur. Bir dəqiqə 9'un kvadratıdır. Kuba bərabər deyil 81. 27, 27 də deyil. Elə 1'dən 64'dür. Cəmi 2 variant var. A variantı. Bu qədər. Suallar necə idi? Qiymət neçə dənəsini düz yazdınız? Bunları rəylərdə qeyd edərsiniz.